öz pullarını gələcəyi bəlli olmayan bir müharibəyə sərf etmək fikrində deyil. Bu müharibəni dayandırmaqda Trump'ın birinci məqsədi elə öz mənafiidir, ölkəsinin mənafiidir, ölkəsinin vergi vericilərinin mənafiidir. Baxın, dünyada indi növbəti bir konflikt yetişir. Bu günlər dünyanın iki nəhəng nüvə dövləti, Pakistan və Hindistan yola getmirlər. Çox böyük hər ikisi müharibə həddindədir. Bəyəm Amerikanın, bütün dünyanın ağalığını həyata keçirmək iddiasında olan Amerikanın bütün başı, bütün diqqəti bir Ukrayna yönəlməsi deyil ki, Amerikanın qarşısında çox böyük çağırışlar durur. Və bunları həyata keçirmək üçün Trump həqiqətən də Rusiya-Ukrayna müharibəsini sonlamaq istəyir. Və Trump geri çəkildi, deyək ki, imtina etdi. Zelenski imtina etdi Trump'ın təkliflərindən. Avropanın dəstəyi olacaqmı Ukraynaya, Ukrayna xalqına? Mütləq olacaqdır, amma bu dəstək tədricən sönəcəkdir. Çünki Avropa öz şəxsi marağından, öz şəxsi nüfuzundan birdən-birə geri çəkilmək istəməz. Çünki belə bir fikir yaranar ki, dünya siyasətində elə Amerikanın davamçısıdır Avropa siyasətçiləri. Bir halda Trump geri çəkildi, bunlar da geri çəkildilər. Bu geri çəkilmə tədricən baş verəcəkdir. Amma sonluqda ilin axırına qədər mütləq Ukrayna döyüş əməliyyatlarında ya uduzmalıdır, ya bundan da ağır Rusiyanın şərtlərini qəbul etməlidir. Bizim prezidentimizin Beynəlxalq Diplomatiya İnstitutunda verdiği bir çıxışı vardır. Siz orada bir neçə cümləni mən olduğu kimi deyə bilməsəm də belədir mənası ki, bizim hörmətli prezidentimiz dedi ki, müharibələri heç vaxt yarımçıq atəşkəs olmur. Müharibələr ya qələbə ilə qurtarmalıdır, ya məğlubiyyətlə qurtarmalıdır. Heç bir vaxt müvəqqəti atəşkəs Rusiya ilə Ukrayna arasında əbədi sülh yarada bilməz. Bu atəşkəs müəyyən vaxt üçün olacaqdır. Ruslar istəyir, məsələn, kökündən həll etsinlər. Tamamilə Ukraynanı özünün 7 şərtinə vadar etsinlər, məcbur etsinlər ki, onlar bunu qəbul etsin. Demək, Xəlil müəllim, Amerika Birləşmiş Ştatlarının, yəni Trump'ın təklif etdiyi sülh planı Krımın Rusiya ərazisi kimi tanınmasını və döyüşlər zamanı Rusiyanın əldə etdiyi ərazilərin saxlanılmasını nəzərdə tutur da. Deyək ki, Krım tanındı Rusiyanın ərazisi kimi. Axı, başqa bir əraziləri də zəbt edib Rusiya. Bəs Ukrayna bundan... Bəli. Bəli, burada vəziyyət belədir. Rusiyanın bu əvvəldən deyildi ki, iki dövlət bir-birindən vuruşursa, bunların hər biri kompromisə hazır olmalıdır. Rusiyanın kompromisi nədən ibarətdir? Öz maksimalist planına geri çəkilmək üçün dedi, bəli, Krımı mənə de facto və de jure təsdiq edin. De facto, onsuz da mənimdir, de jure təsdiq edin. Amma yerdə qalan o 4 vilayət ki var, onu de facto təsdiq edin, bu mənimdir, de jure beynəlxalq aləmdə mübahisə mövzusu olsun. O qədər, hələ də Rusiya ilə Yaponiya arasında sülh müqaviləsi 50-ci ildən nə qədər keçir, 70 ildir, hələ də de facto var, de jure yoxdur. Qoy belə mübahisəli qalsın. Bu Putin'in güzəşliyi idi. Amerika sevindi bu güzəşlə, dedi, yaxşı, bunu edərik. Zelenski heç bir şey qəbul etmir. Heç bir kompromisə gəlmir. Heç bir fikri gözdən yaxın qoymur. Bax, budur problem. Xəlil müəllim, London görüşü baş tutmadı. Trump 30 günlük atəşkəsə nail ola bilmədi və əvəzində Rusiyanı məmnun edən birbaşa sülh planını irəli sürdü. Krımın Rusiya ərazisi kimi de jure tanınması, Ukraynanın NATO üzvü olmayacağı, Rusiya üzərindən sanksiyaların götürülməsi, işğal etdiyi ərazilərin də Rusiya nəzarətində qalması və de facto Rusiya ərazisi kimi qəbul edilməsi Kreml sahibinə 9 may ərəfəsində ikinci qələbənin bəxş edilməsi olardı. Düzmü? Tamam, doğrudur. Güzel bir varyantıdır. Dünya da rahat nefes alardı, Avrupa dincələrdi. Çünki müharibə Avropa üçün də çox ağır yüktür. Çox təəssüf ki, alınmadı. Və sizə elə gəlmir ki, əgər bu şərtlər qəbul olunsa, Rusiya nəinki Ukrayna üzərində, həm də dünya üzərində ikinci qələbəsini təmin etmək olur. İkinci Dünya müharibəsindən sonra 3-cü Dünya müharibəsində qələbəsi kimi elan edə bilərdi. Sizcə belə əsaslandırmaq olarmı?
Yox, bu çox pozitiv, çox da böyük bir vəd olardı. Belə deyil, Rusiya artıq 3 il Ukraynada istədiyinə nail ola bilmədiyinə görə dünya çapında özünün nəhəngliyini, öz böyük siyasi qüdrətinin 50%-ni itirib. O növbəti bir 50%-ni qazanmaq üçün hələ bir-iki müharibə etməlidir və qəti müharibə etməlidir. Qısa müddətdə nəticələr əldə etməlidir. Rusiya dünya çapında həm iqtisadi cəhətdən tənəzzül edib, həm siyasi cəhətdən tənəzzül edib. Bilirsinizmi? Bu Rusiyanın qəhrəmanlığı kimi sayılmırdı. Bu en güzel kompromis bir variant idi. Hem Ruslar üçün, hem Ukrayna üçün. Çok təəssüf gəldən bıraktılar. Bu fürsətlərdən getdi. Çok təəssüf edirəm ben. Bak bugün, bu gece, yani 24 aprel gecəsində Rusun hərbi hava qüvvələri Kiyev şəhərinə çox sayılı nüvə raket bombaları yağdırmışlar. Çok sayılı. Ölenler ve itenler var. Ve bu da devam edəcək. Bak Ukrayna istədiyi budur mu? Bak sual buradadır. Yaxşı, Xəlil müəllim, bundan sonra nə olacaq bir sualı meydana gəlir. Amerika və Birləşmiş Ştatları vitse-prezidenti Vance Washingtonun sülh planı qəbul edilmədiyi üçün vasitəçilikdən imtina edəcəyini bəyan edib. Amerikanın vasitəçilikdən imtinası tərəflər üçün həm də bir təhdid xarakteri daşıyır, düzmü? Bundan sonra, imtinadan sonra nə olacaq? Bəli, hər iki tərəf üçün Amerikanın aradan kənara çəkilməsi hər iki tərəf üçün həm bir tərəfdən yaxşıdır, bir tərəfdən də pisdir. Artıq Avropa tamamilə əl-qol açacaq Ukraynada. Avropa dedikdə biz iki nəhəng dövləti, Fransanın və İngiltərənin hərbi qüdrətini, iqtisadi qüdrətini nəzərdə tutub danışırıq. Onlar keyfləri istəyən qədər Zelenskini tollayacaqlar, buna pul verəcəklər və bu müharibəni əbədi olaraq davam etdirilməsinə can atacaqlar. Ruslar isə iki reytə gedəcəklər. Onsuz da Rusiya iqtisadiyyat çöküb, Rusiyanın hərbi qüdrəti yardan aşağıdır və bu geriləmə yaxud davam edəcək. Əksinə Rus qızışacaq və mütləq düşünəcək ki, onun arsenalında strateji nüvə başlıqlarından da başqa taktiki nüvə raketləri var. Bax, ola bilər ki, ona əsəbləşib ona əl atsın. Dünyanın indidən sonraki Amerikanın kənara çəkilməsi qeyri-müəyyənlik dövrü başlayır. Qeyri-müəyyənliyə gətirib çıxarır. Bax, bu hamı üçün, bütün bəşəriyyət üçün təhlükədir. Bəlkə sizə elə gəlmirmi ki, Trump'ın bu canfəşanlığı Ukraynanı dünyanın gözü qarşısında bu təslimsiz sülhə məcbur etmək həm də Putinin nüvə əsəblərini sakitləşdirməyə xidmət edir. Siz bunu belə dəyərləndirmirsiniz? Əlbəttə ki var. Əlbəttə ki iki nüvə dövləti, iki əlində güclü dağıdıcı silahlara malik dövlətlər arada bir-birini kompromisə gitməlidirlər də, bir-birinin mənafeyini nəzərə almalıdırlar da. Yoxsa biri atalar misal, biri ağıllı olanda biri dəli olar da, veya biri dəli olanda biri ağıllı olar. Amerika sakitləşdirici, barışdırıcı mövqeyi tutdu. Bak bu 2 ayda 100 gün değilsinde 100 güne bir şey kalmıyor. 3 ayda diye Amerika'nın oynadığı rol təqdirə layiqdir. Təqdirə layiqdir. Amma təəssüf ki, bəzən təqdirə layiq əməllər də yaxşı nəticə vermir. Biz bunu indi şahidiyik. Xəlil müəllim, Ukrayna Amerika Birləşmiş Ştatlarının həm maliyyə, həm də hərbi köməyindən məhrum olur. Rusiya və Putin isə danışıqlarda bir mənalı olaraq Ukraynanı dəstəkləyən Avropa İttifaqı ölkələri ilə üzbəyüz qalmış olur. Bundan sonra nə olacaq? Bundan sonra yəqin ki 10 gün, 15 gün siyasətdə və hərbi əməliyyatlarda gözləmə mövqeyi olacaq. Gözləmə mövqeyi olacaq ki, siyasi düşüncə hansı tərəfə yönəlir? Əgər Amerika aşağı şəkildə bu konfliktdən əlini kənara qoysa, əl çəksə, amma buna imkan da yoxdur. Çünki Amerikanın orada çox böyük pulları var. 350 milyard təsdiqlənmiş rəqəmdir ki, 3 il ərzində Amerika orada pul sərf edirdir. Heç bir materialların, heç bir faydalı qazıntıların müqaviləsi də imzalanmıyırdır. Elə bir memorandum imzalanıbdır, anlaşılma kağızı imzalanıbdır. Amerika əlbəttə ki, əlini tamamilə götürə bilməz Ukraynadan və burada o yəqin ki, hakimiyyət dəyişikliyi planını işə salacaqdır. Zelenski yerinə digər namizəd axtarılacaq. Yəqin ki, indən sonra siyasət bu istiqamətdə davam edəcəkdir. Axı Zelenskini də hakimiyyətə gətirənlər bu günləri vallahi siz deyirsiniz, məsələn, mən Trump'ın bu təklifinə inanmıram. Zelenski kimidir? Zelenski əgər vaxtında müharibədən əvvəl
qorxma deyən qüvvələrə arxayın olmasaydı Zelenski müharibə edərdi. Elə yeri gəlmişkən bu Vence'in bir bəyanatına Böyük Britaniyadan cavab da gecikmədi və baş nazir Starmer bildirdi ki, biz həmişə Ukraynanın yanındayıq. Yəni, əgər Amerika Ukraynanın yanında deyilsə, Avropa İttifaqı ölkələri və şəxsən Böyük Britaniyanın Ukraynanın yanında olması Rusiya-Ukrayna savaşında Rusiyaya hansı zərbə vuracaq, Ukraynaya hansı dividend gətirəcək?